اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ويل لكل همزة لمزة الذي جمع مالا وعدده. ويل لكل همزة لمزة الذي جمع مالا وعدده يحسب أن ماله أخلده كلا لينبذن في الحطمة يحسب أن ماله أخلده كلا لينبذن في الحطمة وما أدراك ما الحطمة وما أدراك ما الحطمة نار الله الموقدة وما أدراك ما الحطمة نار الله الموقدة التي تطلع على الأفئدة إنها عليهم مؤصدة في عمد ممددة صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار صلوات. اللهم صل على محمد وآل إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. Ya Allah, ya sahib zaman, peygamber oğlu peygambere salavat çedir.
Mərizun mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimizin acil şifa tahmalarına səlavası gedək. Allahümme. İltiması dua edənlər, müşkülləri, hacəti olan, bilxüsus mənzuru niyyətdə olanların müşküllərinin həllinə səlavası gedək. Allahümme salli ala Muhammed və ali. Bu neçə günlər matəmi İmam Hüseyin əleyhissalam və yar ansarında iştirak edənlərimiz oldu. Bəziləri qəlbi bizimlə, amma aramızda ola bilməsələr də ümumən bu məclislərimizin qəbuluna və bu iştirak edənlərin nə hacət mətləbləri var, rəva olmasına səlavası gedək. Muhammed. Zamanı imamımızın zuhurunun təcillinə, bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü səlavası gedək. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Rabbi şrah li sadri və yəssir li əmri və hlul uqdatan min lisani yefqahu qawli. Qalal hakim fi muhkem kitabihil kerim. Əuzu billahi mineşşeytanirracim və la tahsabennellezine qutilu fi sabilillahi amwatan bel ahya'un 'inda rabbihim yurzaqun. Sadaqallahul aliyyul azim. Peyğəmbər alı peyğəmbərə səlavası gedək. Allahümme salli ala Muhammed. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi canlı vasitəsilə istər ölkə daxilindən olan, istər ölkə hüdudlarından kənarda olan hər kəsə Allahdan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları qəlbimizin dərinliyindən Rəbbimizə ifadə etdiyimiz bütün hacət və mətləbləri bizdən ali dərəcədə qəbul eləsin inşallah. Bildiyiniz kimi adətimiz olaraq İmam Hüseyin əleyhissalamın Kərbəla hadisəsinə, söhbətinə başlamazdan öncə əza sahibi, məclis sahibi Zəmanə imamımıza salam verib, sonra elə olduğumuz yerdən harda əyləşmisən, bəziləri evdən, bəziləri iş yerindən, bəziləri yol gedə-gedə ki, bizi izləyirlər, səsimizi eşidirlər. Hamılıqla inşallah elə Zəmanə imamımızın zuhurunun təcili üçün olan duanı oxuyaq. Zəmanə imamımıza salam verdikdən sonra, dua etdikdən sonra hamılıqla İmam Hüseyin əleyhissalama və yar-ı ənsarına, əshabına, onun balalarına salam verək və bugünün söhbətlərinə başlayaq. Bismillahirrahmanirrahim. Allahümme veliyyekel Haccet ibnil Hasan salavatüke aleyhi ve ala abaihi fi hazihi sa'a ve fi kulli sa'a وليا وحافظا
حافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا. صلى الله عليه وسلم. اللهم صل على محمد. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين بذلوا محجهم دون الحسين عليه السلام. فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما ورحمة الله وبركاته. صلوات الشدام وعجل فرجهم. Bəli, möhtərəm cəmaatımız, möhtərəm müsəlmanlar, möminlər, əziz səsimi eşidən möhtərəm insanlar. Bildiyimiz kimi biz bugün bura İmam Hüseyin əleyhissalam və Yar-ı Ənsarının, onun balalarının, qardaşlarının, ümumən Kərbəla şəhidlərinin 7 mərasiminə toplaşmışıq və bir daha İmam Hüseyin əleyhissalama olan sevgi məhəbbətimizi, xanım Zeynəb salamullahi əleyhaya olan o zülm əziyyətlərinin anılması üçün, yad edilməsi üçün və həmin o tarixi hadisələri bir daha xatırlayaraq unudulmaz hadisəni unutmamaq üçün biz bura toplaşmışıq. Az öncə oxuduğum ayə Ali-İmran surəsinin 169-cu ayəsidir. Sanki Kərbəla şəhidlərinin mücəssəməsi olaraq Allah cümlə şəhidlərimizə rəhmət eləsin. Bizim aramızda qazi qardaşlarımız da var. Allah onlara acil şifa versin və Allah əskər balalarımızı, övladlarımızı, rəşadətli ordumuzu Allah ağla gələr gəlməz xəta bəlalardan amanda saxlasın inşallah. Bu ayətin qısa mənası budur ki, Allah yolunda öldürülənləri ölü hesab etməyin. Əksinə onlar Rəblərinin, yəni Allahın yanında diridirlər və ruzilənirlər. Məhz Kərbəla hadisəsinin 1387-ci ilini qeyd etməyimizlə bu il sanki bu ayə onun təsdiqidir ki, Allah yolunda öldürülənlər ölmür, onlar yaşayır. Bəzi insanlar onu o cür təsvir edə bilər, təsəvvür edə bilər, düşünə bilər. Amma Kərbəla məktəbi bugün də yaşayır, sabah da yaşayacaq, ta qiyamətə qədər Peyğəmbər sallavatullahın kəlamı var. Buyurur ki, övladım İmam Hüseynin qətli ilə möminlərin qəlbində elə bir hərarət var ki, lə tabrudu ilə yevmil qiyamə. Qiyamət gününə qədər o sönməz. Ona görə bugün bəzi insanlar tarixin
belə deyək, bir hadisəsi kimi baxıb bitib gedib deyə, əslində belə deyil. Yəni Aşura günü Kərbəla səhrasında təkcə 72 nəfər şəhid olmadı. Tarix 72 şəhid yazır. Əslində həmin gün insanlıq iki cəbhəyə, iki dəstəyə bölündü. Bir haqq tərəfində olanlar, bir də nahaq, yəni batil tərəfində olanlar. Qürub o günəşin batmasına deyirlər də, qürub çağı deyəndə məğrib vaxtı. Əslində günəş qürub edəndə düşmən elə zənn etdi ki, İmam Hüseyn əleyhissalamı öldürməklə İslamın nurunu söndürdü. Belə bir fikir formalaşmışdı ki, onlar elə bilirdi ki, elə İmam Hüseyn əleyhissalamı öldürməklə onun tərəfdarlarına bu bir mesaj idi ki, artıq onun fikrində olanlar, onun istiqamətində, onun yolunda olanlar da öz fikirlərindən, düşüncələrindən daşınacaqlar. Amma Allahın vədi başqa idi. O deyir, bəzən görürsən biri tədbir tökür. Amma onun tədbiri qarşısında Allahın elə bir tədbiri var ki, heç o onu düşünmür. İmam Əli əleyhissalamın bu mötəbər və möhtəşəm kəlamlarından da buyurur ki, bir şeyin 100% alınacağına əmin olduğum halda onun alınmadığını gördükdə və bir şeyin də 100% alınmayacağına əmin olduğum halda onun alındığını gördükdə əmin oldum ki, bu dünya mənim iradəmlə deyil, məni idarə edən varlığın iradəsi ilə idarə olunur. Yəni, bəzən insan bir şeyin onun xeyrinə olacağını düşünür, amma görürsən ziyanlı olur. Bəzən ziyanıma düşündüyün bir şey sənin üçün nə olur? Ən xeyirli, ən daha yaxşısı olur. Ona görə Kərbəla hadisəsi onu göstərdi ki, bəzən bir damla qan yüzlər, minlər qılınca qələbə çalar. Yəni, birdən əgər belə desək ki, Kərbəla hadisəsi, Aşura günü qanın qılınca qələbə çaldığı gündə elə bu söz həqiqətini tapar. Yəni, əslində həmin gün qılınclar qana yox, qan qılınclara qələbə çaldı. Aşura günü düzdür, günəş batdı və bunları eşitmisiniz, bilirsiniz. Şəhidlərin mübarək bədənləri Kərbəla çölündə 3 gün qaldı. 3 gün Kərbəla çölündə qaldı. Çadırları yandırdılar. Uşaqların naləsi, Allah heç bir uşağa o az yaşında, kiçik yaşında, balaca vaxtlarında ata-ana hicranı, ayrılığı göstərməsin. Bəzən böyük insan, yaşlı insan barışır. Amma az yaşlı insan barışa bilmir. Çünki məsələnin mahiyyət və həqiqətini bilmir. Amma insan yaşad olduqca görsən, nənə gedir, baba gedir, dayı gedir, bibi gedir, ana, ata. Doğmalar getdikcə hiss edirsən ki, ölüm var. Hiss edirsən ki, sən də gedirsən. Əslində, şəhidlərin cəsədləri orada qalır. Bilirsiniz ki, Bəni Əsəd qəbiləsi gəlir və İmam Zeynulabidin ağa da elmi imaməti ilə gəlir, göstərir. Çünki başsız bədəni nə bilirdilər ki, bu Qəmər-i Munir-i Bəni Haşimin cəsədidir. Hardan bilsinlər ki, bu İmam Hüseynin cəsədidir, Əli Əkbərin, Qasimin. Yeganə
Şəhid qeyd etmişdik öncəki xütbələrimizdə, Kərbəlanın kiçik şəhidlərindən olan Qundaq Əli Əsğəri İmam Hüseyn əleyhissalam özü dəfn eləmişdi. Onun da səbəbini qeyd etdik ki, xanım Zeynəb Səlamullah əleyha soruşur ki, qardaş, heç qardaşım Qəmər-i Munir-i Bəni Haşim şəhid oldu, onu dəfn eləmədin. Oğlun Əli Əkbər şəhid oldu, dəfn eləmədin. Qardaşımın balaları Qasim, Abdullah, xanım Zeynəbin öz 2 balası şəhid oldu. Heç birini, bəs nədən Əsğərimi dəfn edirsən? İmam Hüseyn əleyhissalam çox çarəsiz qalmışdı. Allah heç bir atanı o qoca yaşında, qoca vaxtında çarəsiz hala salmasın, çarəsiz durma salmasın. Dedi, bacı Zeynəb, bu məlunlar, bu zalimlar, bu namərdləri ki görürsən, məni şəhid edəndən sonra bizim bədənimizin üstündə at çapacaqlar. Əgər o at ayağın Əsğərimin sinəsinə qoysa nə hala qalar? Elmi imaməti ilə bilirdi o namərdlər bunları edəcəklər, bu hadisələri törədəcəklər. Dedi, bacı Zeynəb, Əsğərimi dəfn edirəm ki, bari atları çapanda Əsğərimin sinəsini para-para eləməsin, sinəsinə at ayaq qoymasın. Bir sözlə, şəhidlərin o başsız bədənləri qalmışdı isti qumlar üstündə. Onlar elə başa düşürdü ki, elə bilirdilər ki, bununla da Hüseynin adını tarixdən siləcəklər və Əhl-i-Beyt əleyhimussalamların və haqqın o işığını, çırağını söndürəcəklər. Lakin Allah mütəal, yenilməz qüvvət, qüdrət sahibi olan Allah Kərbəlanın 2-ci qəhrəmanlarını hazırlamışdı. Yəni Aşuraya qədər İmam Hüseyn əleyhissalam bəli, misilsiz fədakarlıq eləyib. Amma Kərbəlanın 2-ci hissəsi artıq bu günlərdən başlayıb. Yəni Aşuradan sonra məhz elə bu günlərdə ki, əsirlər Küfədən Şama aparılır. Əgər baxmış olsaq, İmam Hüseyn əleyhissalam, mən bunu qısaca qeyd edirəm, bunların hər birinə çalışacağam, izah verim və bugün sizi çox yormaq istəmirəm, amma istəyirəm ki, biraz bu günlərdən ta Ərbəyinə qədər hansı hadisələr baş verib, onların o əsas hissələrinə toxunam ki, bir də bizim məclisimiz Ərbəyində olar. Allah ömürdən vəfa qılsa, mən özüm burada olmaram. Şahımızın, ağamızın, İmam Hüseyn əleyhissalamın ziyarətinə gedərik. Allah sizlərə, cəmi arzusunda olanlara nəsib eləsin. Ona görə çalışıram ki, bu Aşuradan Ərbəyinə qədər olan hadisələrin xülasəsini, təfsilatı ilə yox, amma o əsas hissələrini müxtəsər də olsa, tarixi hadisələri sizə bugün çatdıram və təhvil verəm. Əgər İmam Hüseyn əleyhissalam öz qanı ilə İslamı diri tutmaq və yaxud da ki, solmuş bir gülə su verdisə, xanım Zeynəb Salamullahi əleyha sözü ilə o qiyamı yaşatdı. Yəni İmam Hüseyn əleyhissalam qan verdi, can verdi, canlandı. Amma bu canlanandan sonra buna qulluq etmək lazım. Ona qalması üçün diqqət göstərmək. Xanım Zeynəb Salamullahi əleyha da öz sözü ilə, fəsahətli, bəlağətli nitqi ilə. Əgər Həzrəti Əbülfəzlül Əbbas, Qəmər-i Munir-i Bəni Haşim əlində bayrağı tutmaqla Ələmdar-ı Kərbəla, Kərbəlanın ələm bayraqdır, ələmdar bayraqdar mənasındadır. Əgər Kərbəlada bayrağı əlində tutmağı ilə İmam Hüseyn əleyhissalam nə qədər ki, Həzrət Əbəlfəz əleyhissalam sağ idi, xeymədə rahat idi. O meydana icazə alıb getmək istəyəndə
bir söz dedi. Dedi, ya əxi, ya Abbas, əntə sahibu livai. Sən mənim arxamsan, sən mənim dayağımsan, sən mənim ələmdarımsan. Odur ki, Tasua gecəsi Ömər ibn Səd, Allah lənət eləsin ona, o əmannamə ki gətirdi, gətirəndə bütün xeymələrə səs düşdü, hamı bildi ki, Həzrəti Əbəlfəzlə namə gəlib, əmannamə. Əgər qəbul eləsə bu azaddır, bunu qətlə yetirməzlər, öldürməzlər. Hamı narahat idi. Təsəvvür elə, necə Həzrət Əbəlfəzlin adı gələndə ürəyin çırpınır da. Əminəm ki, Həzrət Əbəlfəzlə bir Allaha cür eşqim var. Biz Azərbaycanlıların ona bir xüsusi məhəbbəti var. Necə bizim Həzrət Əbəlfəzlin adı gələndə qəlbimiz döyünür, çırpınır. Əminliklə və qətiyyətlə bunu söyləyirəm, tarixi mənbələrə istinad edərək ki, elə Bəni Haşim arasında Kərbəla günü orada iştirak edənlərin də içərisində Həzrət Əbəlfəzlin adı gələndə onların da ürəyi ilə döyünürdü. Çünki hamının gözü Ələmdar-ı Kərbəlada idi. Hətta o gecə deyir, xəbər yayılanda ki, xeymələrə yayıldı ki, Həzrət Əbəlfəzl üçün amannamə gəlib. Hamı narahat oldu ki, birdən Həzrət Əbəlfəz gedə, deyir, İmam Hüseynin o 4 yaşlı balası, o xanım Rüqəyyə, heç 6 ay tamam olmayan o qardaşı Əli Əsqər qundağı güclə, qucağında çətinliklə də olsa götürür, gətirir, tarixdə var, yazırlar Həzrət Əbəlfəzlin xeyməsinə, Həzrət Əbəlfəzlin başına dolanır indi. Təsəvvür elə 4 yaşında bala, qucağında da bir neçə aylıq körpə. Həzrət Əbəlfəzlin başına dolanır, deyir, əmə Əbəlfəzl, birdən gedərsən atamı tək qoyarsan, ha? Hamının gözü Həzrət Əbəlfəzdə idi. Bir sözlə, Qəmər-i Munir-i Bəni Haşim Həzrət Əbəlfəzl ağa bayrağı əlində tutmaqla əgər dini qorudursa, imamı qorudursa, İmam Zeynül Abidin əleyhissalam həqiqət bayrağını dili ilə qorudu bu günlərdə. Yəni o İslam bayrağını əlində tutmuşdusa, amma bu günlərdə əsrlər karvanında, Küfədə, Şamda, indiki Suriyada İmam Zeynül Abidin əleyhissalam həqiqəti sözü ilə bayraq elədi tarixə, cəmiyyətə. Bir sözlə, xanım Zeynəb Salamullah əleyhanın orada fəsahətli çıxışları vardı. Bilirsiniz, o namərdlər, məlunlar xəlqə belə xəbər yaymışdılar ki, belə bir xəbər vermişdilər ki, bunlar Peyğəmbər və Qur'ana ağ çıxanlardılar, xəlifiyə üz çevirənlərdilər. Xalq, cəmaat bunların kimliyini bilmirdi. Bilmirdi bunlar Peyğəmbər balasıdır. Bilmirdilər Peyğəmbərin nəvələridir. Bir sözlə, xanım Zeynəb Salamullah əleyha tarixdə var. Orada ayağa qalxır, çox iffətli, ismətli və həmçinin də Kərbəlanın tarixdə qalmasında, bu günümüzə gəlib çatmasında misilsiz əməyi və qəhrəmanlıq göstərən xanım Zeynəb Salamullah əleyha olub. Allah analarımızı, bacılarımız, xanımlar, xüsusilə qız övladlarımızı xanım Zeynəb timsalı iffətli, ismətli, həyalı eləsin inşallah. Xanım Zeynəb Salamullah əleyha ayağa qalxır, orada bir xütbə söyləyir və insanların o səs-küyü sakitləşir. Hətta tarixçilər yazır ki, cəmaat elə bildi ki, o ki İmam Əli əleyhissalamı ki danışanda ki görmüşdülər o Küfəlilər, onların bəziləri elə bildi ki, elə danışan
Əli ibn Əbi Talibdir. İmam Əli özü danışır. Elə qeyzli, zəhmli danışarmış. Dedilər, bu ki danışan Əlinin özüdür. Yəni, o cür fəsahətdə, bəlağətdə danışarmış. Və həmin xütbədən mən bir parça hissəsini sizə deyəcəm ki, ta deyəcəklərimi sizə söyləyə bilim. Gördü ki, xanım Zeynəb Salamullah əleyhanın o çıxışlarından cəmaat başa düşdü, özünü ki tanıtdı kimdir. Dedi, ey Kufəllər, siz ağlayırsınız. Əslində ağlamalısınız. Çünki siz Peyğəmbər Salavatullahın övladını öldürdünüz. Siz onu çağırdınız, amma əhdilərinizə vəfa etmədiniz, sözünüzü tutmadınız deyə. Əsl həqiqətdə xanım Zeynəb Salamullah əleyha orada öz nitqi ilə, xitabəsi ilə, çağırışı ilə insanların necə onlar tərəfindən yanlış ifadələrlə allandıqlarını onlara bir daha isbatladı. O zaman İmam Zeynulabdin ağa qalxır. Dövrün imamı olsa da, amma bibisi Zeynəbə çox ehtiram edərdi. Tarixdə var ki, söz soruşanda deyərdilər, atam bizi bibim Zeynəbə tapşıb. Dövrün imamıdır. Çünki Kərbəla hadisəsində Aşura günü İmam Hüseyin əleyhissalam bacısı Zeynəbi çağırdı, qızlarını sağollaşandan sonra buyurdu ki, aleykunnə əssalam minni. Bacı Zeynəb, məndən sizə salam olsun. Başladı, dedi, elə ki gördün, məni atdan yerə yıxdılar, balalarımın əllərindən tut, balalarımı sənə tapşırıram, xeymələrdən çıx, xeymələrə od vuranda yanar, paltarları, ətəyi. Bir sözlə, İmam Zeynulabidin ağada həmişə bibisi Zeynəbi önə verərdi. Deyir, xanım Zeynəb Salamullah əleyha çıxış eləyir və İmam Zeynulabidin ağa qalxır ayağa. Dövrə bax, zamana bax. Dövrün imamının qolunda zəncir, boynunda zəncir, ayağında zəncir. Kərbəla hadisəsindən sonra xanım Zeynəb Salamullah əleyha çox yaşaya bilməyib. 1 il yarım ömür sürüb. Amma İmam Zeynulabidin ağa 34 il, 35 il yazıblar, 40 ilə yaxın tarixdə var. Kərbəla hadisəsindən 40 ilə yaxın, tam dəqiq rəvayətlərdə 34 ildə var, 35 də bəzilərində 40 sənə, 40 ildə keçir. İmam Muhammed Baqir əleyhissalam deyir ki, mən atama qüsül verəndə, atamın boynunda, əlində, qolunda mən həmin o əsirlər karvanındakı zəncirin izini gördüm. Üstündən 34 il keçməsinə baxmayaraq, hələ də onlardan bir işarət var idi. İmam Zeynulabidin ağa ayağa qalxır, deyir ki, siz bilirsinizmi biz kimik? Deyir, biz özün əlbət ki deyir, mən Məkkənin oğluyam, mən Minanın oğluyam, mən Zəmzəmin oğluyam, mən Muhammed el-Müstəfanın oğluyam. Mən Əli ibn Əbi Talibin oğluyam, mən Həzrəti xanım Zəhranın övladıyam. Deyir, insanlar bunun bu cür fəsahətli, bəlağətli çıxışını eşidəndə səs-küy, məlun Yəzid göstəriş verir ki, səs-küy dayansın deyə azan verilsin. Və müəzzin azan verməyə başlayanda bu hissiyə gəlib çatanda ki, Əşhədü ənnə Muhammədən Rasulullah deyir, bu kəlməyə çatanda İmam Zeynulabidin ağa fəsahətlə və cəsarətlə, şücaətlə deyir, Yəzid, o azanda
adı çəkilən mənim babamdır, yoxsa sənin babandır? Əgər vicdanın varsa, etiraf elə, sənin babandır, yoxsa mənim babamdır? Və bu hissədə İmam Zeynul Abidin ağanın tarixdə var ki, soruşurlar İmam Zeynul Abidin ağadan ki, sizin üçün ən ağır və ən çətin an hara olub? Buradan bir neçə kəlmə inşallah ki, qəlbimizi götürək bu günlərə, bu çətin günlərə. İnşallah ki, əziz qardaşım Seyyidimiz də gözəl səsi ilə məclisimizə nuraniyyət bəxş edər. İmam Zeynul Abidin ağa bilirsiniz, tarixdə bir neçə nəfər çox ağlayan olub. Onlardan biri də İmam Zeynul Abidin ağadır. Hətta tarixdə var ki, İmam bütün Əhl-i Beyti yad eləyərdi, ağlayardı. Hətta Kərbəla hadisəsindən sonra buyurur ki, Fəzl ibn Abbas, Həzrət Əbəlfəzlin Fəzl adında bir oğlu var idi. Qəmər-i Munir-i Bəni Haşim kimi o da cüssəli idi, boylu buxunlu idi. Həzrət Əbəlfəzlin paltarını Ümmülbənin anası oğluna geyindirmişdi. Yəni öz oğlunun paltarını nəvəsinə. İmam Zeynul Abidin ağa deyir, hətta onun paltarını görəndə ağlayardı, əmsi Əbəlfəzli yada salardı, xatırlayardı. Amma hədislərdə var, İmam Zeynul Abidin ağadan soruşanda ki, sizin üçün ən ağır və ən çətin an hara oldu? Həzrət 3 dəfə Əş-Şam, Əş-Şam, Əş-Şam deyə cavab verdi. Deyə bilərsiniz ki, bəs nədən İmam Zeynul Abidin ağa Kərbəlanı demədi? Kərbəlada atası İmam Hüseyni şəhid etdilər. Əmisi Əbəlfəzli, qardaşı Əli Əkbəri, Əli Əsqəri, əmisi balaları Qasım Abdullah, bibisinin 2 balasın. Bunları niyə demədi? Bilirsinizmi niyə? Allah heç kimi çarəsiz eləməsin. Allah heç kimi köməksiz eləməsin. İmam Zeynul Abidin ağa deyir ki, Şam ona görə bizim üçün ağır oldu, çətin oldu ki, bizim üçün ona görə ağır oldu ki, bizim gözümüzün qabağında başları niziyə vurmuşdular. Mən sizi and verirəm canımız əlində olan Allaha. Bir neçə kəlmə ilə sözümü bitirəcəm, amma bu hadisədə özümüzü hadisənin iştirakçısı kimi təsəvvür edək. Təsəvvür elə, əgər belə bir səhnənin iştirakçısı olsaydıq, biz nə qədər səbir dözüm nümayiş etdirə bilərdik. İmam Zeynul Abidin ağa deyir ki, əlimiz zəncirli, boynumuz, qolumuz, əsirlər karvanı. Təsəvvür elə, zamanə imamının əgər əlində, boynunda, qolunda o zəncir olduğu halda, o balaca uşaqların təsəvvür elə necə ola bilər ki, o zəncirlərə dözsünlər? Deyir, bizi bir-birimizə o qədər yaxın etmişdilər ki, birimiz yıxılanda o birimiz də yıxılardıq. Çalışırdıq ki, yıxılmayaq ki, digərlərimiz də yıxılmasın. Deyir, ona görə Şam bizim üçün ağır və çətin oldu ki, deyir, gözümüzün qabağında o körpə bala qız uşaqlarının gözü qabağında bibim Zeynəb baxa-baxa atam İmam Hüseynin başını niziyə vurmuşdular. Bacım Rüqəyyə, Səkinə baxa-baxa qardaşım Əli Əkbərin başını niziyə vurmuşdular. Bibim Zeynəb baxa-baxa 2 balasının başını niziyə vurmuşdular. Bunları deyir, bizim üçün çox ağır idi. Hətta yolun yarısında xanım Zeynəb salamullah əleyha dedi, Səccadım, bunlara bir qədər pul ver, bu başları biraz qabaqda aparsınlar, ta ürəyimiz para-para oldu, gözümüz görməsin, biraz öndə geçsinlər. İmam Zeynul Abidin ağa deyir, Şam ona görə bizə ağır oldu ki, deyir, bizi Şama daxil eləyəndə
artıq şəhər sakinləri, cəmaət o qədər izdiham yaratmışdı ki, onların sıxlığın içərisi ilə aparanda bədənimizə biri ox batırırdı, biri nizə batırırdı, körpə balaların canını incidirdilər. Amma mən də ki, bir kömək eləyə bilmirdim. Mənim üçün çox ağır idi. Bacım bədəninə ox batanda, bibimin bədəninə ox batanda deyir ki, ən çətin səbəblərdən, cəhətlərdən də biri ona görə idi ki, deyir, bizim yolumuzun üstündə o Şamlılar evlərinin üstündən, damın üstündən bəziləri bizim başımıza kül tökürdü, bəziləri zibil atırdı. İmam Zeynulabidinin halına, o məzlum canına canım qurban olsun. Deyir ki, Həzrət ağlaya-ağlaya tarixdə var Həzrətin kəlamında ki, deyir ki, əlim qolum zəncirli idi. Deyir, hətta bəzən od atırdılar, yandırıcı. Həzrətin od əmmaməsinə düşüb, əli ilə o əmmaməsini söndürə bilməyib. Hətta tarixdə bu hissəni imam özü, imamın kəlamıdır nəql olunur. Deyir, ən çətin səbəblərdən də biri o idi ki, bizi üstü olmayan, örtüsü olmayan bir hasarın, o xarabat ki deyirlər, viranə, xarabalıqda yerləşdirmişdilər. Deyir, günüzlər istidən əziyyət çəkirdik, gecələr də soyuqdan əziyyət çəkirdik. Bir sözlə, İmam Zeynul Abidin ağanın gətirdiyi bu səbəblər, elə ki, vaxt gəldi, çatdı, xanım Rüqəyyə salamullah əleyha İmam Hüseynin əmanəti şəhid olur və xanımı orada dəfn edir və geri qaydanda Bəşir adlı bir nəfəri bu qafiliyə təyin eləyirlər. Bir nəfər çox ədəbli, Əhl-i-Beyt əleyhimussalamlara diqqət göstərən, ədəb göstərən mərifət sahibi olur. Son sözlərimdir, fikrimi tamamlayım. Elə qarşıdan Ərbəin mərasimi gəlir. Allah bu cəmə elə bu gecələrin hörmətinə Ərbəin ziyarəti nəsib eləsin inşallah. Xanım Zeynəb salamullah əleyha o qəmlər belini bükən, dərdlərdən qocalan xanım yazırlar, əsrlər karivanı Mədinə səmtinə yol alanda xəcalətli idi, gedə bilmirdi. Deyərdi ki, mən qardaşım Hüseynə nə cavab verərəm? O balalarını mənə əmanət elədi, amma mən onun əmanətinə sahib çıxa bilmədim. İstəkli qızını qoruya bilmədim. Elə ki, xanım Zeynəb salamullah əleyha bütün əsrlər o karvana mindirilir, gəlirlər, elə bir yola yetişirlər, iki yol ayrıcı. Yolun biri Mədinə səmtinə, biri də Kərbəlayı Müəllaya doğru gedir. Bəşir gəlir, İmam Zeynulabidin ağaya ədəblə seyyidim, imamım deyər, mərifət sahibidir. Biz iki yol ayrıcındayıq. Yolun biri Mədiniyə, biri də Kərbəlaya. Biz Mədiniyə gedək, yoxsa Kərbəladan ziyarət edib Mədiniyə? Buyurdu ki, Bəşir, bizim bu qafilənin rəhbəri, atam bizi bibim Zeynəbə tapşırıb. Bibim Zeynəbdir. Gəlir, ya əmməti, ya Zeynəb, bibican Zeynəb ədəblə müraciət edir. Biz iki yol ayrıcındayıq. Biri Mədinə, biri Kərbəla. Tarix yazarlar yazır, xanım Zeynəb salamullah əleyha Kərbəla adını eşidəndə başlayır ağlamağa, deyir, Bəşir, mən bu neçə günləri qardaşıma doyunca ağlamamışam. Qardaşım balalarına, öz balalarıma doyunca ağlamamışam. Mən ağlamağımı Kərbəlaya saxlamışam. Olar ki, mən Hüseynimi
balalarını, qardaşlarımı ziyarət etməmiş Mədinəyə gedən. Deyir, Kərbəladan yolumuzu salaq. Bilirsiniz, Ərbəyində ilk imamın ziyarətçisi Zəvvarı o yaşlı Cabir ibn Əbdullah Ənsari olub. Çox bərəkətli ömr eləyib. Peyğəmbər Salavatullahın salamını İmam Muhammed Baqirə çatdırıb. Həm Peyğəmbər Salavatullahı görüb, həm İmam Əlini görüb, həm xanım Zəhra, İmam Həsən, İmam Hüseyin, İmam Zeynul-Abidin, İmam Muhammed 7 məsum görüb. 7 məsum. Ətiyyə Ufi dövrünün ən böyük alimlərindən idi. Cabir ibn Əbdullah Ənsari o qədər qocalmışdı, daha gözü görmürdü. Fərat kənarında gəlir, Ətiyyə Ufi deyir, əlindən tutmuşdum. Gəlir orada qüsl eləyir və gəlir, indi kişinin məzarı yox idi. Deyir, dedim, bəs sən necə tanıyacaqsan? Buyurdu ki, mən Hüseynimi ətrindən tanıyaram. Deyir, gəldi bir yerə yaxınlaşanda, yıxıldı, sürünə-sürünə gəldi bir torpağın üstə, salam verdi. Əssəlamu aleykə ya Əba Əbdillah. Salam olsun sənə, su kənarında susuz şəhid edilən imam. Deyir, 3 dəfə salam verdi. Buyurdu, Həbibun la yucibu Həbibə. Dost dostuna cavab verməz, axı mən sənə salam verirəm. Deyir, bunu deyəndən sonra öz-özünə dedi ki, Cabir, sən ki bilirsən, imamın başı ilə bədənini ayırıblar, nə cəfa çəkib. Deyir, həmin an idi ki, dedilər, çəkilin, əli qızı Zeynəb gəlir. Elə ki, ora yaxınlaşdı, Cabir ibn Əbdullah Ənsari, Ətiyyə Ufi kənarlaşır, hamı gəlir. Amma xanım Zeynəb salamullah əleyha necə gəlir? Gəlir qardaşı İmam Hüseynin qəbri şərifi üstünə, ilk sözü bu olur ki, qardaş, mən səndən xəcalətliyəm. Qardaş Hüseyin, məni bağışla, mən özüm gəldim, amma sənin əmanəti gətirib çıxara bilmədim. Çox ağır idi. Son olaraq bunu qeyd edeyim, xanım Zeynəb salamullah əleyha və İmam Zeynul-Abidin ağa Mədinəyə daxil olanda Bəşir xəbər verdi ki, xəbər verin, əsirlər qayıdır. Orada 2 diqqət çəkən bir məsələ var, onlara toxunum. Deyir, o qabağa çıxanlardan Bəşir deyir, gördüm bir uca boylu, bir qaməti uca olan bir xanım yaxınlaşdı. Hələ bilmirdilər kim şəhid olub, kim qalıb, kimlər şəhid olub, kim sağdı. Deyir, yaxınlaşdı, soruşdu ki, mənə Hüseynimdən xəbər ver, Hüseynim sağdı yoxsa yox? Bəşir deyir, mən qaldım, bir söz deyə bilmədim. Orada olanlardan soruşdum ki, bu xanım kimdir, İmam Hüseynin nə idi? Dedilər, bu Həzrət Əbəlfəzlin anası Ümmülbənindir. Deyir, dedim ki, xanım, bəs sənin 4 övladın qatılıb, oğlun Cəfər, Fəzl, Əbbas, bəs sən heç bir balığı soruşmayıb Hüseyni soruşursan. Dedim, mən elə bala tərbiyə eləməmişəm ki, Hüseyn şəhid olar qala. Əgər Hüseyn şəhid olubsa, mən əminəm ki, mənim balalarım o qeyrətdə böyütmüşəm ki, Hüseynimdən qabaq onlar şəhid olmalıdır. İkinci diqqət çəkən səbəb, Əbdullah ibn Cəfər, xanım Zeynəbin həyat yoldaşı. Gəlir İmam Səccada, xanım Zeynəb də yanındadır, baş sağlığı verməyə. Təsliyyət üçün söz deyir, utanır indi soruşmağa, ədəblə utana, deyir, Səccadım, Zeynəbimi də şəhid ediblər, xanım Zeynəb də İmam Səccadın yanındadır. Amma o 40 gündə o qədər tanınmaz halə qalmışdı ki, Abdullah öz əmsoğlu həyat yoldaşı belə xanım Zeynəbi tanımır. Deyir, Səccadım, Zeynəbimi də şəhid ediblər. Xanım Zeynəb salamullaha əleyha ağlaya buyurdu ki, oğlu Əbdullah, tanımadım mənə. Bir gündə neçə qardaşı, balaları, 2 övladı şəhid olan Zeynəb mənəm.
Salam ey dodaqlar ətşan yaralı. Salam ey dodaqlar ətşan yaralı. Salam ey olan dine qurban yaralı. Salam ey olan nəşir yan yaralı. Salam ey dodaqlar ətşan yaralı. Salam ey olan nəşir yan yaralı. Salam ey olan didə giryan yaralı. Bu gecəki gecələrdə İmam Hüseyin ağanın əhli əyalı Şam'a dinləyər. O balalar qəmçi altında bir zülümləyən. Amma necə gedinlər. Xanım Zeynəb deyir, o başı belalı Zeynəb deyir. Qardaş başı qabaqda gedir. O şəhid analar arxadan baxırlar öz balalarının başına. Dedi Hüseyin heç bir bacı dözə bilməz. Amma mən dözmüşəm. Mən başımın yarəsini görmüşəm. Öz başımı da yarmışam. Ay qardaş, ay qardaş. Ax necə rəvadır. Əli Əsqər anası gəlir. Balasının başını görür nizədə qabaqda gedir. Əli Əkbərin başı vurublar nizələrə. Anası da baxır arxadan balasının başı gedir. Səs verin Hüseyin. Ah, ah, ah. 7 gündür çölləri, 7 gündür gəzirəm çölləri avara Hüseyin. Qolu bağlı gedirəm küçə və bazara Hüseyin. 7 gündür sənə mən nohə deyib ağlayaram. 7 gündür bu yanan sinəmi mən dağlayaram. 7 gündür atasız qızlarımın rəhbəriyəm. Qəmlərin cana yalıb, dərd o qəmə müştəriyəm. 7 gündür boyu və həsrətəm ey ruh-i rəvan Hüseyin. Ağlaya bilməmişəm qızlara xatir ucadan. Əllərim qoydu ürək başıma, belə yana yana dedi. 7 gündür ki günün Zeynəbə qardaş gecədir.
Söyle Zeynep sana kurban, yaralarım necədir? 7 gündür ki benim yarı vefadarım ölür. Qasım o Ekber o qeyrətli ələmdarım ölür. 7 gündür sənə çöllərdə əza saxlamışam, oxuyub no hər qəyyə mən ürək dağlamışam. Demirəm tirə müsibətsə dili bölməmişəm. Hüseyin kızlarından nigaran olma kardeş, ölmemişəm. 7 gündə nə qədər qəmçidəyib qızlarım, ya nə qədri vurulub daş adamsızlar var. Mən hələ ölməmişəm, mən balalarımı sakit eyləyən Zeynəbəm. Köynəyi əllərdən alan Zeynəbəm. Başın üstə başına qəmçidəyən Zeynəbəm. Əziz dəyər lazım işarə elədi, xanım Zeynəb necə gəldi Kərbəlaya. Ay ərbəyin amadə olanlar, ay Kərbəla istəyənlər, ay hər yerdə müşkül olanlar, hamı bir dərdinə gələr Əbu Abdullahın qapısına. Ağa inşallah qalıb eyləyər, heç kimi bu məclisdən əli boş naümid yola salmaz. Xanım necə gəldi qardaş qəbrinə, hər bacı gələndə qardaş qəbrinə gül gətirər, tirmə şal gətirər. Amma xanım Zeynəb necə gəldi, 7 qədəm qalardı qardaş qəbrinə. Ummu Kulsum deyir gördüm Zeynəb yıxıldı yerə. Dedim ay Zeynəb ay bacı, sen o boyda Yezid'in sarayın görmüsən, sen Şam'ı fəth eyləmisən, sen Kərbəlada müsibətlər görmüsən, senin öz balaların da elinden gidip yere yıkılmamışsan, tamamen acılara, musibetlere katlaşmışsan ama yıkılmamışsan. De görün mənə qardaş qəbrinə az qala niyə yıxıldın yerə? Dedi bacıcan, sən qətligahi görməmişsən. Ne görmüsən Zeynep? Kardeşim oxların izələr altında qanlı gözlərinə mənə tərəf sürünə gələrdi. Amma oxlar icazə vermədi, nizələr icazə vermədi. Ox üstündən ox dəydi Hüseynə. Amma indi mən gəlmişəm ay qardaş, sən ki mənə sürünə gələnmədin, amma mən 7 qədəm qalıb sürünə gələrəm başın üstünə. Əllərinin içində bir qanlı köynəyin çıxardı, sərdi Hüseyn qəbrinə. Qardaş qanlı köynəyimi gətirmişəm Hüseyn. Tamamen balalarımı gətirmişəm, rübabımı gətirmişəm.
səccadımı gətirmişəm. Hüseyin bala qızların hamısını gətirmişəm. Amma səndən bir yerdə elə xəcalət qalmışam. Xəcalətli canıma qurban olaq. Ya Ümmül Məsaib, əllərin qoydu ürək başına, dedi qardaş Hüseyin. Şamidə bir balamı koydum, vəzir oldu mənə. Qardaş Rüqəyyəmi gətirə bilmədim Kərbəlaya. Rüqəyyəm Şamın xərabəsində acından can verdi qardaş. Sən də səs verdin ya Hüseyin. Rüqəyyəm Şamın xərabəsində can verdi. O qədər müsibətlər çəkən Zeynəb, o qədər başı daşlanan Zeynəb, qardaş dalısıca ağlayan Zeynəb. Kərbəladan sonra hər yerdə məclis qurulardı, tapşırardı bir xanımlara. Deyərdi bu məclisə gələndə, qardaşım Hüseynin məclisinə gələndə, qucağımızda körpə uşaq gətirməyin. Xanım Rübab baxır o körpə balalara, xanım Rübabın gözü yaxtarır, elə hey deyir balam lay lay. Xanım Zeynəb deyir gördüm, əlləri qoynunda belə dolanır o qəbristanı. Dedim Rübabı nə axtarırsan ay anamın istəkli gəlini. Dedi Zeynəb hər ana öz balasının qəbrini tapıb, amma mən gəzirəm Əliyə sərmayandadır. Mən gəzirəm nazlı balam, şirin balam, dil açmayan balam o yandadır, o yandadır. Səs verin ya Hüseyin. Azım işarələri dedi İmam-ı Səccad ağa 3 dəfə deyib, ən böyük müsibətimiz harda olub? Əşşam, əşşam, əşşam. Şamda o qədər incidiblər, o qədər şəmatət ediblər, o qədər nizədən də o söz yarası olaraq insana nizədən də, qılıncdan da betərdi. O qədər söz yaraları vurmuşdular, o qədər şəmatət eləmişdilər. Amma Kərbeladan sonra İmam-ı Səccad ağa bir qəssabxananın yanından keçir, gəlir görür orada bir heyvanı kəsirlər. Gəlir varid olur içəridə sual edir o heyvanı kəsəndən, dedi filanı bu heyvanı kəsilsən amma bu heyvana su verdin kəsdin ya yox. Dedi ağazan sənə canım qurban, bəs heyvana su verərlər ondan kəsərlər. Biz elə bir şey eləmərik gördü. Ağa başını saldı aşağı, hönkür ağladı. Ağa başını saldı aşağı ağladı. Dedi ağa niye ağlıyorsun? Dedi benim atam Hüseyin'in başını susuz kesti. Atam Hüseyin'in başını Kerbela'dan susuz kestiler. Su da vermediler, içine susuz kestiler. Senin məzlumiyyətin atam anam qurban ya Əbu Abdillah. Ya Əbu Abdillah, bu günləri bilmirik. Belki de ahir Muharrem'dir, belki de ahir günlerimizdir. Ama senin meclisundan doymamış. Sen ağlamaktan doymadıq Hüseyin. Senin mateminde qara giyinip sinə vurmaktan doymadıq Hüseyin. Ama biz seni çok istiyoruz. Biz senin
məclislərimi müştaqıyıq ya Əbu Abdullah. Xanım Zeynəb dilindən, o əsrlərin dilindən inşallah hamımız zikr eyləyək. Hüseynim vay, Hüseynim vay. Ey bir kəfən Hüseynim var. Yaraların axar qanı, eder günlər meydanı. Bacım qurban başın hanı, səni yad eylərəm qardaş. Ölüncə ağlaram qardaş. Sinəmi dağlaram qardaş. Səni düşmən nədən vurdu? Ərazini zaman vurdu. Gələn vurdu, gedən vurdu. Susuz əldə ölən qardaş. Hani o köynəyim qardaş. Susuz əldə ölən qardaş. Hani o köynəyim qardaş. Adamsın Zeynəbəm qardaş. Sən öldün, düşmənin qaldı. Üzü üstə nədən saldı? Səni öldürdü, kam aldı. Susuz məzlum Hüseynim var. Hüseynim Nureynim var. Gərək qan ağlasın Zeynəb. Ölümcən ağlasın Zeynəb. Sinəsində ağlasın Zeynəb. Kufiyan gör necə yandırdı məni. Kufiyan gör necə yandırdı məni. Naqədən yıxdı, utandırdı məni. Bibi Zeynəb mənə rəhm eylə dayan. Bibi Zeynəb mənə rəhm eylə dayan. Karvan getdi, adamsız qaldım. Bibi Zeynəb mənə rəhm eylə dayan. Bibi Zeynəb mənə rəhm eylə dayan. Karvan getdi, adamsız. Bir də uca Bibi Zeynəb mənə rəhm eylə dayan. Bibi Zeynəb mənə rəhm eylə dayan. Qaldım, karvan getdi, adamsız qaldım. Əmmə mən çərxi həya ulduzuyam. Xanədani Ələvinin duzuyam. Hamıdan ya
yaxşı tanırsan məni sən, atamın mən dili şirin qızıyam. Bu fəna dəhrə ki gəldim anadan, məni naz ilə yarattı yaradan. Seyr-i iqbalimi döndərdi fələk, hoş günüm getdi tamamen aradan. Bibi Zeynəb mənə rəhm eylə dayan. Bibi Zeynəb mənə rəhm eylə dayan. Gariban getdi adamsız qaldı, gariban getdi adamsız qaldım. Çərxidun saldı bəlaya başımı, ata qardaş mənim atdı daşımı. Südəmər ceyranım adil xoş idim, oxçular oxladı qəm yoldaşımı. Sındırıb çərxidən şəhbərimi, həbs edib dildə şirin sözlərimi. Baxıram qorxulu səhraya məlum, tökürəm domənə əşq tərimi. Bibi Zeynəb Bibi Zeynəb mənə rəhm eylə dayan. Karivan getdi adamsız qaldı, karivan getdi adamsız. Bir də uca Bibi Zeynəb Ay Bibi Zeynəb mənə rəhm eylə dayan. Sız qaldım karivan, sız qaldım. Əmmə sən məndən uzaq yatmaz idim, dərdi qəm yoldaşımı satmaz idim. Ölməsəydi mənim əllərdə atam, sən bu tezliksə məni atmaz idin. Sənə qurban belə tək qoyma məni, qorxuram incidə bu qovm edəni. Yol qaranlıq mən özüm xırda uşaq, yorğunam saxla gedən qafiləni. Bibi Zeynəb Bibi Zeynəb mənə rəhm eylə dayan. Karivan getdi adamsız qaldı, karivan getdi adamsız qaldım. Şimrəlindən ayağım yarələnib, təşnəlikdən dodağım parələnib. İstirəm qafiləyə sarı qaçam, yara gəlmir ayağım yarələnib. Bibi Zeynəb mənə rəhm eylə dayan. Bibi Zeynəb mənə rəhm eylə dayan. Karivan getdi adamsız qaldı, karivan getdi adamsız. Bundan da uca Bibi Zeynəb karivan getdi adamdım. Sinədə təngə düşübdür nəfəsim, bu fəna aləm
alem olubdur qəfəsim. Bir dayan qollarımı boynuma sal, vardı ağuşida dildən həvəsim. Az qalır qəlbimi qəmtiri bülə, bilə rəhüm edə bu xəstə dilə. Məni çöllərdə qoyub geçsən əgər, eylərəm cəddi mənə şərdə gilə. Bibi Zeynəb mənə rəhm eylə dayan. Bibi Zeynəb mənə rəhm eylə dayan. Karivan getdi ağamsız qaldı. Karivan getdi ağamsız qaldım. Qüssədən salqarı sabrim calanıb, ellərim gərdug barə boyanıb. Səslirəm hər kimi mən yoxdur cavab, ürəyim naləməsən parçalanıb. Ömrü şiirinə çatıb dəsti ədəm, atıram səhnəyi möhnətdə qədəm. Qərq edərdəm nə dəvada, nə təbib, neynəyim bəs bu çölə nabələdəm. Bibi Zeynəb mənə rəhm eylə dayan. Bibi Zeynəb mənə rəhm eylə dayan. Karivan getdi adamsız qaldı. Karivan getdi adamsız. Bibi Zeynəb, Bibi Zeynəb mənə rəhm eylə dayan. Bibi Zeynəb mənə rəhm eylə dayan. Karivan getdi adamsız qaldım. Oy, qafilə salarım ölüb vay mənə. Qafilə salarım ölüb vay mənə. Qolsuz ələmdarım ölüb vay mənə. Qolsuz ələmdarım ölüb vay mənə. Qafilə salarım ölüb vay mənə. Oy, qafilə salarım ölüb vay mənə. Qolsuz ələmdarım ölüb vay mənə. Qolsuz ələmdarım vay mənə. Vay, vay mənə. De vay, vay mənə. Vay, vay mənə. Vay, 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 vay mənə. Sinəsi şan-şanlı əbəl fəzlimin, ağzı dolu qanlı əbəl fəzlimin, gözləri yoxlandı əbəl fəzlimin. Cəngidə sərdarım ölüb vay mənə. Vay ələmi qana batan qardaşım, qumların üstündə yatan qardaşım, düşməni amana çatan qardaşım, yavru həvadarım ölüb vay mənə. Qafilə salarım ölüb vay mənə. Qafilə salarım ölüb vay mənə. Qolsuz ələmdarım, qolsuz ələmdarım ölüb vay mənə. Qolsuz ələmdarım ölüb mənə. Vay, vay mənə. De vay mənə. Vay, vay mənə. Vay, vay. Vay mənə. Xeymədə qızlara bacı ver xəbər, Mavhebəni Haşimə yedi xətər, baş yarası ayət-i şəqqul qəmər, Qədridə ənsarım ölüb vay mənə.
Gel bacıya saxla əhvəhdarımı, oxşa vəfadarıma, sərdarıma. Yox anası ağla ələmdarıma, yar fədakarım ölüb vay mənə, qafilə salarım ölüb. Onsuz ələmdarım ölüb vay mənə, vay mənə, vay, vay mənə, de. Vay, 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 vay mənə. Ey əhli haram miri aləmdara nə oldu? Ey əhli haram miri aləmdara nə oldu? Saqqoye Hüseyin Seyyid Salara nə oldu? Saqqoye Hüseyin Seyyid Salara nə oldu? Aləmdar oyan gəl, aləmdar oyan gəl, aləmdar oyan gəl. De aləmdar oyan gəl, gəl som əldə tutub təşnə ciyərlər və qanaqlar, ağlar göz ilə qüssələnər qəmdə qanaqlar. Bir kimsələri yoxdur gedib can deyib ağlar, İsmət hərəmin məndə salıb qovmi şərər var. Ruhum fədası harda qalıb gör necə oldu? Aləmdar oyan gəl, aləmdar aləmdar oyan gəl, sən səqqaydın icrəti ətharə bu çöldə, həm yar vəfadar Hüseynin bu çöldə. Sən sağıdın validi qəmxar bu çöldə, ehsas eləyərdim deyiləm tənha bu çöldə. Meydanda qalıb nəşi əlan gör necə oldu? Aləmdar oyan gəl, de aləmdar oyan gəl. Atdan yıxılan vaxtında çün bir oldu tufan, qonsuz bədənin düşdü yerə qərqi qan oldu. Miri hərəmin sındı beli qəlbi olub qal, miri hərəmin sındı beli qəlbi qan oldu. Saqqoye hərəm güllərinə bir həzan oldu, cam əldə tutub əhli hərəm yeksərə ağlar. Miri hərəmin sındı beli qan ağlar, əlqəmdə qalıb nəşi onun gör necə oldu? Aləmdar oyan gəl, de uca aləmdar, ələmbavsi aləmdarim olub cənnətə azim. Bu qəmlərinə Zeynəb-i Kübra fəqan eylə, Saqqoye hərəm günlərinə bir xəzal oldu. Ləşkər Şam, ləşkər Şamı eylət üçün əhlə xəyanət, İcrət Peyğəmbərə çox qıldı cinayət.
sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke. Sallallahu aleyke ya Hüseyin ya ibn Zehra, eşkün nokeriyedir betab, senden kesmi nur eder mehtap, harda vardı sen kimi erbab, elhamdülillah ki nokervem, elhamdülillah ki sen ağam, elhamdülillah ki gül adı vermişsen icazı ben çağıram, sallallahu aleyhi sallallahu aleyhi sallallahu. Bir de uca diye sallallahu aleyhi sallallahu aleyhi ya Hüseyin, sallallahu aleyhi ya Hüseyin fahri Adem, sen ey emiri Aşura, kavhi zulme salmışsın goğa, Aduva feda olun Mola, ya ibn Zehra sen şems-i hüda, ya ibn Zehra sen kune Huda, dünyada yokundu kimse nazir, keşkuşa kabri ve şiye feda, sallallahu sallallahu aleyhi sallallahu aleyke ya Hüseyin, uca sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin, murğ-i ruhim var şevki edeyene pervaz, erbab öz gulamını koymaz, davetnamemi ağa sayyaz, ya ibn Zehra oldum sonra hazin, ya ibn Zehra oldum gama garip, ya ibn Zehra ölüm sen bilsen, gelmesem kabri ve bu erbeğin, sallallahu aleyhi sallallahu aleyhi sallallahu aleyhi sallallahu. Ah Hüseyin uca sallallahu aleyhi sallallahu aleyhi sallallahu aleyhi ya Hüseyin, sallallahu aleyhi ya Hüseyin, nehzatünden zinde kaldı mektebi Kur'an, naqis koymadın qala peyman, verdin dine söz əmər qurban, ya ibn Zehra sen mehrimuni, ya ibn Zehra sen ni'mal amir, ya ibn Zehra sen savqi-i eşq, badi-i eşq ve bizde esir, sallallahu aleyhi
Allahu aleyke sallallahu aleyke ya Hüseyin. Bir de uca sallallahu aleyke ya Hüseyin sallallahu aleyke ya Hüseyin ya Hüseyin ya ibn Zahra 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 Talasma ya Hüseyin ya ibn Zahra mən Hüseyinçiyəm Vətənim Kərbəla mən Hüseyinçiyəm Gəlsə də bir bəla mən Hüseyinçiyəm Mən Hüseynləyəm hər an mən Hüseyinçiyəm Vətənim Kərbəla mən Hüseyinçiyəm Gəlsə də bir bəla mən Hüseyinçiyəm Mən Hüseynləyəm hər an vardı səfa həm də şəfa Kərbəla, Kərbəla, Kərbəla Sənə fəda şah o gəda Kərbəla, Kərbəla, Kərbəla Vardı səfa həm də şəfa Kərbəla, Kərbəla, Kərbəla Ya Hüseyin ibn Zəhra Ya Hüseyin ibn Zəhra Ya Hüseyin ibn Zəhra ibn Zəhra mən Hüseynçiyəm Vətənim Kərbəla mən Hüseynçiyəm Gəlsə də bir bəla mən Hüseynçiyəm Mən Hüseynləyəm hər an mən Hüseynçiyəm Mən Hüseynçiyəm Vətənim Kərbəla mən Hüseynçiyəm Gəlsə də bir bəla mən Hüseynçiyəm Mən Hüseynləyəm hər an vardı səfa həm də şəfa Kərbəla Kərbəla sənə fəda şah o gəda Kərbəla, Kərbəla, Kərbəla sənə fəda şah o gəda Kərbəla Qəmdir iki anam Qara geyib mah-i Muharrem Qərq qəmdir iki anam Qara geyib mah-i Muharrem Biqərarəm and ola qanə
batam məqtələ 11 aydır Gözləmişəm mah-ı Muharrəm gələ 11 aydır Gözləmişəm mah-ı Muharrəm gələ Qərq qəmdir iki aləm Qarə geyib mah-ı Muharrəm بیقرارم آن دولا و قلباتم مقتل 11 aydır Gözləmişəm mah-ı Muharrəm gələ 11 aydır Gözləmişəm mah-ı Muharrəm gələ Əşhədü ənə Əliyyən vəliyullah أشهد أن عليا ولي الله Ali Allah ağamın adına qurban adı izzətdir bizə O mübarək adı şəxsiyyət neymətdir bizə Doymarıq şərb o bəladən ora cənnətdir bizə Qoymarıq boş qala şahın hərəmi Tutarıq başımız üstə ələmi Əşhədü ənə Əliyyən vəliyullah Ali Vəliyullah ağamın verdiyi qurbanlarına and olsun O mütəhhər tökülən qanlarına and olsun Bir kəfən dəfn olunan canlarına and olsun Hər məhərrəm qara köynək geyər Hər məhərrəm qara köynək geyər Biz Hüseynə görə candan keçərik Əşhədü ənə Əliyyən vəliyullah Əliyullah Əliyəskər ağamın qundağına and olsun Qan dolu Kərbəla torpağına Ağamın qanə batan bayrağına On hər məhərrəm qara köynək geyər Hər məhərrəm qara köynək geyər Dediyin hər sözə ləbbək deyər Əşhədü ənə Liyullah yenə yer göy geyinib Qavra gəlib qəm gecəsi Yetişib Həzrəti Peyğəmbərə matəm gecəsi Hər ilin əvvəli beyyətdir Muharrəm gecəsi Qara pərsəmdən öpüb and içərik Qara pərsəmdən öpüb and içərik Biz Hüseynə görə başdan keçərik Əşhədü ənə Əliyyən vəliyullah Əşhədü ənə Əliyyən vəliyullah Əşhədü ənə Əliyyən vəliyullah Əşhədü ənə Əliyyən vəliyullah Mənəm Abbas Əli ibn Əbi Talib Səfdər Mənəm Mah-ı Munəvvər Mənəm şir dilavər Mənəm savqı-i savqə Mənəm yekdən leşkər Denən Kufədə Gözləməsinlər bugün Kərbəladə Mənəm Heydər digər Mənəm Fatih-i Xeybər Mənəm Kərbəla Ələmdar Hüseyn Mənəm Kərbəla Ələmdar Hüseyn Mənəm Kərbəla Ələmdar Hüseyn Mənəm Kərbəla Ələmdar Hüseyn Mənə bəl fəzləməli tək olaram Cəngəl dövrəm
Mənəm hafizi Qur'an, mənəm xəncəri burran, mənəm əşcəyi şiran, mən namə cürüb can alaram, namə yazandan uzun qollar məl'an olub bayrağı Qur'an, mənəm Kərbəla. Sen nefesin eyledi taze dolan Sen can Mevlana, sen can Mevlana, mənim Kərbəla. Dağr-ı Hüseyin qəhddi qamətdə, qiyamətdə yücə qaməti vardı, gözəl heybəti vardı, əcəb cürəti vardı, görüblər biləyində betər qüvvəti vardı, qaçanlar yıxılıb səs verəcək zərbəti vardı, Əbəl Fəzl-i Əli'di, Əbəl Fəzl-i Əli'di, Əbəl Fəzl-i Əli'di, vardı, nə xoş izzəti vardı, mənəm Kərbəla. Mənəm Kərbəla, ay mənəm Kərbəla, Hüseyin, Hüseyin, sizə edirəm bir vəsiyyət, kəfənə bunu gəri bükəndə, sonuncu nohəmiz olsun inşallah. Uydular bədənimə torpaq dökəndə, bədənimə dökəndə, əvvəl oxuyun susuz ağamın rozəsini. Eşidir Hüseyin baş səsini, eşidir Hüseyin baş səsini. Biraz kəfənə hürmetini yadınıza salın, hürmetini yadınıza salın, gurbetini. Hüseyin, vay Hüseyin, vay uçak. Başa çatıb ömrüm əzaya, gəlir ürəyim hey nəvaya, kəfənim içində döndərün mənim üzümü Kərbəlaya, mənim üzümü Kərbəlaya. Qəbrim daşına yazıla Hüseyin ağlayanı, ağanın ürək, ağanın ürək dağlayanı, qəbrimdə də mən qərib ağama ağlayaram, ağama əza saxlayaram, ağama əza saxlayaram. Vay vay Hüseyin, vay 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 Hüseyin, vay vay. Allahümme salli ala
محمد وآل محمد. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. السلام عليك يا أبا عبد الله يا حسين بن علي أيها الشهيد بكربلاء يا ابن رسول الله يا حجة الله على خلقه يا سيدنا ومولانا. إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله اشفع لنا يا وجيها عند الله اشفع لنا عند الله. İlahi Perverdigara dergah ve açılan ellerimizi naim sinemize kaytarma. İlahi kalbimizden kini, küdureti, şeytaneti, vesveseni kenar ile. İlahi merizu merizelerimize acil şifa merhamet ile. İlahi dini İslam'a kuvvet ver cinan. Dinin düşmanlarını mahv nabud et cinan. İlahi cümle şehitlerimize rahmet et cinan. İlahi gazilerimize acil şifa inayet et cinan. İlahi cümlemize helal minnetsiz ruziler nasip eyle. İlahi kalbimizi iman nuruyla nurlandır cinan. İlahi bu Muharremi ömrümüzün ahırıncı Muharremi karar verme. İlahi bizleri ağ valideynlerden karar verme. İlahi evladı olmayanlara evladı salihin nasip eyle. İlahi bizleri aclıkla, yoksullukla, muharebeyle imtihana sınav çekme. İlahi dilimizden La ilahe illallah Muhammedun Resulullah Aliyyun Veliyullah kelimelerini alma. İlahi bizi dini İslam'da sabit kademlerden karar ver. İlahi bir an bile bizi nefsimizle başlı başına bırakma. İlahi ağamız imam-ı zamanın zuhurunda tacil eyle. İlahi o Hazretin kalbin bizden razı ve hoşnut eyle. İlahi bizleri o Hazretin sadık dostlarından ve sirdaşlarından karar ver. İlahi o Hazretin gelişiyle yeryüzünde hakkı, adaleti berkarar ile. Bismillahirrahmanirrahim. Allahümme kun li
وليك الحجة ابن الحسن صلواتك عليه وعلى آله في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك توعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. İnşallah bu sababdan, bu məclisin sababından ata-analarımızın dünyasını dəyişən, haqqı boynumuzda olan şəhidlərimizin, ustad müəllimlərimizin ruhu şad, onlara da hədiyyə olsun. El-Fatiha nasıl. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve nestaîn. Sıratallezîne en'amte aleyhim. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allah qəbul eləsin. Allah qəbul eləsin. Peyğəmbər, ali Peyğəmbərə salavat seçiləyək. İltiması dua eləyənlərimiz var. Xəstəsi olan, müşkili olan, cümləsinin həll rəva olmasına salavat seçiləyək. Zindanlarda olan məhbusların, müşkillərinin həll olub tezliklə azadlığa qovuşmalarına salavat seçiləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Əsgərlərimizin salamatçılığına xatir, qazilərimizin salamatçılığına xatir salavat seçiləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hacı Eldəyah axundumuz, əzizimiz başda olmaqla bu məclislərimizdə nə qədər zəhmət çəkən, xidmət göstərən, əziyyət çəkən insanlar var. Özlərinin, ailələrinin salamatçılığı və dünyasını dəyişən ümmatlarına xatir salavat seçiləyək. Allahümmə salli ala Muhammed. Allah razı olsun. Sağ olasın. Allah razı olsun.